Salam herkese. Bugün sizinle birlikte faiz nispət tənasübə aid bir sıra misallar işləyəcək və o misallar əsasında mövzunu anlayacağımızı ümid edirəm. Deməli, birinci başlayaq bu tapşırıqdan. Bu bir tənasübdür. Gördüyünüz kimi tənasüb iki nisbətin bərabərliyinə deyilir. Nisbət nə deməkdir? Qısacası nisbət bölmədir və yaxud kəsir xətti ilə. Burada yanaşı yazılıb bölmə, amma alt-alta yazılsaydı belə yazılacaqdı. 5-də 14. Bu kəsir xətti ilə yazılacaqdı, amma burada bölmə kimi yazılıb. Ona görə biz burada necə yazılıb, ona əsasən eləyəcək. Deməli, tənasübdə nə var? Tənasübə əldə edərkən baxmalıyıq orta həddlər hansılardır, kənar həddlər hansılardır. Gördüyünüz kimi yaşılla rənglədiklərim orta hədlərdir. Qısacası bərabərin yanındakılar orta hədlərdir. Mavi rənglə rənglədiklərim isə kənar hədlərdir. Birinci orta hədləri bir-birinə vuraq. 5-də 14 vur x, yəni yaşılları bir-birinə vurdum, bərabərdir. İndi maviləri bir-birinə vuraq, yəni kənar hədləri bir-birinə vuraq. Vur 3-də 5. Bəli, indi tənasübümüzü bir tənliyə çevirdik. İndi bunu həll edək. Birinci cavabı sadələşdirək. 5-də 14 olduğu kimi qalsın, bərabərdir. 3/10-6-nı kəsirə çevirək. 3/10-6 eləyəcək, eləmi? Onu 3-ə vuraq, sonra üstünə 6 gələk. Neçə eləyəcək? 10-36. 10-36. Vurulsun 3-də 5. Bunları ixtisara apara bilərikmi? Apara bilərik. 3-dən 36 gedər. 3-ü 3-ə böləndə 1, 36-ı 3-ə böləndə 12. 5 və 10 da gedər. 5-i 5-ə böləndə 1, 10-u 5-ə böləndə 2. 2 ilə 12 gedər. 2-ni 2-ə böləndə 1, 12-ni 2-ə böləndə 6. Nə qaldı cavabda? 6 qaldı. Yəni 5-də 14 x bərabərdir 6. X-i həll edə bilərikmi? 6 bölünsün. Baxın, bu vurma deməkdir. Vuruq, hasil. Vurğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. 6 böl 5-də 14. X bərabərdir. Böləndə nə edirik? Vurma kimi yazırıq və yerini dəyişirik. 14-də 5 olur. Yəni tərsə çeviririk. 6 ilə 14 ixtisar gedib. Bu 2-yə bölünür 7. Bu 2-yə bölünür 3. Cavab 7-də 15 olacaqdır. Baxaq görə cavablarda varmı? Bəli, var. Cavab C variantı. Gələk ikinci tapşırıq. İkinci tapşırıq eyni şəkildə həll olunacaq. Yəni birinci ilə eyni şəkildə həll olunacaq. Bu tapşırığı həll etməyi sizə buraxıram. Həll etdikdən sonra cavabları rəylərə yaza bilərsiniz. Daha sonra gələk, belə tutun, şəklini çəkin istəyirsinizsə və birinci tapşırığı da dəftərinizə yazın. Mənim yazdığım şəkildə, sonra ikincini özünüz həll etməyə çalışın. Eyni formada olacaq. Gələk bura. Burada da eyni şəkildə, bu daha rahat versiyadır. Yenə orta hədlər, kənar hədlər. Yaşıllar ortadır, mavilər kənardır. Bunları həll edək. Kənarları vuraq bir-birinə 10 vur y. Vuru yazmasaq da olar, bərabərdir. İndi ortaları vuraq. 4 vur 25. 10 y olduğu kimi qalsın. 4-ü 25-ə vuranda bildiyiniz kimi 100 edir. Y bərabərdir. 100-ü 10-a bölək. Yenə vuruq, hasil. Burada vurdu. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. Y bərabərdir 10. Yəni burada sıfıra ixtisar gedir də, ona görə 10 alınır. Cavabımız varmı? Var. Yenə bunu da dəftərə yazın uşaqlar, videonu dayandırıb. Sonra dördüncüyə baxaq. Dördüncünün də həlli üçüncü ilə eyni şəkildədir. Bunu da sizə buraxıram, özünüz həll edərsiniz. 5-ci. Bağı ünbitləşdirmək üçün bağban 2 kiloqram azot, 3 kiloqram fosfat və 6 kiloqram ahəngi qarışdırır.
Yazırıq. Azot neçə kiloqramdır? Azot 2 kiloqram. Fosfat neçə kiloqramdır? Məsələlərdə adətən qısa şərt yazmaq çox yaxşıdır. Çünki sizin üçün daha da aydınlaşmış olur. Əhəng. Əhəng 6 kiloqram. Bizdən nə soruşur? İndi sualımıza baxaq. Azotun kütləsinin ümumi qarışığın kütləsi nisbət. Nisbət nədir uşaqlar? Bölmə. Yəni kəsir xətti ilə yazaq. Azotun nisbətinin ümumi qarışığın kütləsinə nisbəti. Azotun kütləsinin ümumi qarışığın kütləsinə nisbəti. Yəni bura azotun kütləsini yazacağıq, burada ümumini yazacağıq. İndi tapaq yazaq. Azot nə qədərdir uşaqlar? Azot 2 kiloqramdır. Ümumi qarışıq nə qədərdir? Yəni bunların hamısını qarışdıranda nə qədər edir? 2 üstəgəl 3 üstəgəl 6. Yəni 11. Ümumi burada 11 kiloqram var. Yəni azotun kütləsinin ümumi kütləyə nisbəti. Nisbət bölmək deməkdir. 2 bölü 11. Bunu belə də yaza bilərsiniz. 2 bölü 11. Yəni eyni şeydir. Prosta bizə cavabda kəsir xətti ilə verib deyə biz də belə yazdıq. 6-da da eyni şəkildə özünüz həll edəcəksiniz. Bu tapşırıqların davamı olacaq ikinci hissədə. Sağ olun.